Əsnəyərkən hansı əli tutmaq vacibdir? Əsnəyərkən sağ əlin içi və sol əlin üstü. Və bundan da qabaq, yaxşıdır ki, insan əsnəyəndə gərək özünü saxlaya, sıxa. Və bu əsnəməyin müalicəsidir həmçinin. Tibb-ün nəvavi, nəbəvi tibb. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə nəsiyyət edərdi ki, xüsusən də namazda olanda və bəzən qardaşlardan belə bir şikayət gəlir ki, misal üçün, bir aydır ki, namazda, hər namazda mənə əsnəməyə gəlir. Məhz xüsusən də namazda. Bu şeytandandır. Və əsnəməyə gələndə o saat əlinlə bağlama. Hədisdə gəlir ki, çalış özünü saxla. Yəni, biraz dişvi sıx, bu müalicəsidir. Və birdən gəlsə, o halda sağ əlin içi və sol əlin üstü ilə tut. Amma sən saxlasan, görəcəksən ki, Allahın izni ilə bir neçə gündən sonra bu aradan gedər. İxlasla.com saytı tərəfindən təqdim olundu.